135-ci tapşırıqda, burada da yenə də biz feillərdən danışırıq. Burada qlaqol совершенного вида и несовершенного вида. Biri, совершенный viddə olan feillər ya keçmişdə ya gələcəkdə olur. Nəyisə etmək və bitib bu artıq bildirir, bir dəfə olmuş. Amma digər несовершенный vid o hər üç zamanda istifadə oluna bilir və müddət bizdən istəyir. Yəni ki, hər gün, keçmişdə uzun bir zaman, gələcəkdə hər gün davam edəcəm nəysə. Bu da olur qlaqol несовершенного вида. Baxırıq indi. Вы будете изучать эту программу. Siz bu proqramı öyrənəcəksiniz. Yəni mütəmadi olaraq bunu öyrənəcəksiniz. Burada birinci də olur изучать. İkinci variantda isədir ki, xeyr, mən artıq onu öyrənmişəm. Yəni нет, я уже изучил ее. Deməli, вы будете изучать. Sonra нет, я уже изучил ее. Burada D variantı düzdür. Birinci cümlədə bunu qoyublar. Deməli, несовершенный вид. Что делать? Изучать. Keçmişdə, indidə və gələcəkdə istifadə oluna biləcək bir feildir. Sualı что делать-dir. Amma изучить nəyisə bir dəfə etməkdir. Bunun da keçmişi olur изучил. Çünki orada artıq уже var. Yəni mən onu artıq etmişəm və bu proses bitib. Sadəcə olaraq zaman vermir bizə. Sadəcə olaraqdır ki, yəni bu proses bitib. Ona görə də olur изучить. Onun da keçmişində kişi cinsdə olur изучил, qadın cinsdə изучила, cəmdə də olur изучили.